Bismillahirrahmanirrahim, müəllim yoldaşlar. Bugünkü dərsimizin mövzusu, özünüz də bilirsiniz, əvvəlcədən elan edilib sizə, sifət haqqında danışacağıq. Və sifət haqqında danışanda biz əlbəttə ki, sifətin həm nitq səsi kimi, həm də cümlə üzvü kimi, cümlədə hansı mövqedə yerləşməyi, hansı cümlə üzvü olmağı haqqında öyrənəcəyik. Sifətin müqayisə dərəcələri, yəni qrammatik kateqoriyalarından sifətin müqayisə dərəcələri və sifət və zərf arasında olan oxşar və fərqli xüsusiyyətlər. Bilirsiniz, sifət və zərf bir-biri ilə çox oxşardır, çünki hər ikisi əlamət bildirən sözlər, yəni nitq hissələridir. Həm də kifayət qədər fərqlidir, çünki sifət ismi, zərf isə feili müxtəlif cəhətdən izah edir. Deməli, bugünkü dərsimizdə biz əsas nə öyrənəcəyik? Bilirsiniz ki, uzun müddət bizim orta məktəb proqramında sifətlər olmayıb və axır zamanlar artıq biz sifətlərin cümlədə düzülüş qaydasından, hansı mövqedə yerləşməsindən sifətləri daha geniş keçməyə başlamışıq, öyrənməyə başlamışıq. Ümumiyyətlə, bir nitq səsi kimi sifəti haqqında danışarkən, onun qrammatik quruluşundan, cümlədəki funksiyalarından əvvəl cümlədəki mövqeyini öyrənirik. Cümlədə mövqey deyəndə nəyə başa düşürük? Buyurun, indi ona baxaq. Fikir verirsiniz, burada yazılıb normal position. Normal position nə deməkdir? Yəni, bu o deməkdir ki, əgər bir isim təyin olunursa, sifətlə təyin olunursa, adətən sifətin qarşısında bir və ya iki sifətlə təyin oluna bilir. Təyin oluna bilər deyəndə ki, yəni ismin qarşısında kifayət qədər çoxlu, ismin qarşısında kifayət qədər çoxlu təyin edici sözlər ola bilər. Təyin edici sözlər təkcə sifət deyil, article'dır, sonra əvəzliklərdir, saydır. Ümumiyyətlə, təyin edici sözlər kifayət qədər çox ola bilər. Və hətta elə ismin özü də, biz keçən dəfə ismi hər tərəfli öyrəndik və öyrəndik ki, hətta isim də nisbi sifət funksiyasında ola bilər. İndi isə biz sırf sifətləri və həmin sifətlərin cümlədə necə yerləşməsinə baxacaq. Gəlin indi bir dənə misala baxaq. Deyir ki, the new secretary doesn't like me. Burada əlbəttə ki, cümlənin nə demək olduğunu biz başa düşürük, məsələ onda deyil. Diqqətinizi nəyə çatdırmaq istəyirəm? Fikir verirsinizsə, burada sifətin qarşısında qeyri-müəyyənlik artiklı işlədilmişdir. Niyə? Çünki biz adətən sifət haqqında danışanda deyirik ki, əgər sifətin qarşısında təsvir edici və təyin edici sifət varsa, ismin qarşısında, biz adətən onu qeyri-müəyyənlik artiklı ilə təyin edirik, qeyri-müəyyənlik artiklı ilə işlədirik. Bəs niyə burada müəyyənlik artiklı işlədilmişdir? Ümumiyyətlə, müəyyənlik artiklının işlənməsinin qaydası nədirsə, onun hansı mövqeyindən asılı olmayaraq həmin o funksiya dəyişmir. Yəni, burada konkret olaraq bu yeni katibədən söhbət gedir. Konkret bir insandan və konkret situasiyadan söhbət gedir. Müəyyən bir situasiyadan söhbət gedir. Və heç vaxt bunu unutmuruq. Əgər bir nitq səsi haqqında bir qayda varsa, o qayda bütün hallarda doğrudur. Onu bir başqa cürə yozmaq, başqa cürə başa düşmək lazım deyil. Burada, yəni, əsas məsələ nədir? Bizim öyrənəcəyimiz sifətdir və görürük ki, burada new, yeni sifəti var. Nitq səsi kimi sifətdir, yəni əsli sifətdir. İndi biz aşağıda bundan danışacağıq. Əgər bir söz, bir təyin edici söz nitq səsi kimi orijinalda sifətdirsə, məsələn, rəng bildirir, dad bildirir, ölçü bildirir, bu sözlərə əsli sifətlər deyirlər. Yəni, nitq səsi kimi elə həm sifətdir, həm də cümlədə funksiyası, sifətin hansı funksiyası var? İndi bunda danışacağıq. Təyin edici, təyin funksiyasında iştirak edir və yaxud da xəbərin alt səsi olur. İndi gəlin baxaq bunu daha sadə şəkildə və daha ətraflı, daha dərindən başa düşməyə çalışaq. Deməli, bu sifətin cümlədə yerləşməsinin adi
vəziyyətidir, normal vəziyyətidir. Yəni, əgər bir isim təyin olunursa, onda o sifət, həmin sifət isimdən əvvələ keçir və həmin isim sayılan təkdirsə, article-da sifətdən əvvələ keçir. Bir isim əgər 2, 3, 4 və daha çox, yəni əslində daha çox olmaz, ən çox belə hesab olunur ki, sifətin qarşısında normal halda 4 dənə sifət ola bilər. Tutaq ki, 4 dənə sifət var və article-da bunların hamısından əvvələ keçir. Əgər isim cümlədən çıxarılarsa, onda article-da dərhal düşür. Çünki baxmayaraq ki, sifətdən əvvələ keçir, article bütün hallarda ismə aid olur. Əgər isim varsa, onda article sifətdən əvvələ keçir, yenə də ismə aid olaraq qalır. Gəlin ikinci cümləyə baxaq. He came from his palace grant. Bu nə deməkdir? Görürsünüz ki, burada sifətin yerləşməsi deməli doğru deyil. Çünki birinci gəlibdir isim, sonra gəlib grant, yəni möhtəşəm, böyük. Belə ola bilərmi? Bəli, keçmişdə məsələn Shakespeare dövrünün ədəbiyyatlarında biz belə sifətdən sonra, daha doğrusu isimdən əvvəl gələn sifətləri də görmüşük, sonra gələn sifətləri də görmüşük. Amma indi hal-hazırda demək olar ki, işlədilmir. Amma baxın, deməli, keçmişdə qrammatikanın hələ tam qəbul edilməmiş, müasirləşməmiş, tam inkişaf etməmiş dövrlərində sifət isimdən sonra da gələ bilərdi. Və indi də bəzi elə istisnalar var ki, amma məsələn, o nəzəri qrammatikalarda mövcuddur. Deməli, biz nə öyrəndik? Birincidə öyrəndik ki, sifətlər adətən cümlədə təyin elədiyi ismin əvvəlində gəlir və bəzi hallarda isimdən sonra gələ bilər. Bu, onun adi normal halı deyil. Keçmiş zamanlarda belə olub, indi isə artıq dəyişilib və demək olar ki, nəzəri qrammatikalarda mövcuddur. Və ən əsas məsələ. Ən əsas məsələ nədir? Sifət cümlədə, bayaqda dedim, yenə də deyirəm, bunu aydın başa düşmək lazımdır ki, burada nəyi nəzərdə tuturuq? Ya ismin qarşısında gəlir, həmin ismin təyin edicisi olur, hansı, necə, nə cür suallarına cavab verir, təyin olur və yaxud da birləşdirici feillərlə birlikdə cümlədə xəbərin ad səsi olur. Xəbərin ad səsi nədir? İndi biz onu danışacağıq. İndi isə biz ancaq isimdən əvvəl gələn sifətlər haqqında danışacağıq. Deyir ki, my elder sister is a pilot. Baxın, elder sister. Elder, hansı bacım? Mənim böyük bacım. Evin ailəsinin, uşaqlar da uşaqların içərisində ailədə böyük olan. Və buradakı elder, sister isminin əvvəlində gəlib onu təyin edir. She is 3 years older than me. Əslində bu old sifətinin müqayisə dərəcəsidir ki, 2 dənə müqayisə dərəcəsi var. Əslində bunu biraz sonra izah edəcəyəm. Amma yenə də baxırsınız ki, 2 dənə müqayisə forması var. Bunlardan biri elderdir ki, ancaq ayrı üzvlərindən böyüyü nəzərdə tutur. My elder cousin, my elder sister, my elder uncle, aunt deyə bilirik. Və digərisi isə olderdir ki, yaşca daha böyüklüyü nəzərdə tutur və zənnlə işlənir. Elder isə heç vaxt zənnlə işlənmir, ancaq ailə üzvlərindən böyüyü nəzərdə tutur. Və belə bir, bax bu, məhz indi sizə haqqında danışdığım qaydadır. A live fish nə deməkdir? Canlı balıq və deyir ki, it is still alive, o hələ də diridir. Xahiş edirəm, əgər bax bu iki deməli müqayisə olunan iki birləşməni başa düşsəz, demək olar ki, artıq heç vaxt sifətdən və yaxud da zərfdən çətinlik çəkməyəcəksiniz. Əsas məsələ budur. Baxın, buradakı live, bu live yaşamaq deyil. Bilirsiniz ki, bir dənə söz nitq səsi kimi müxtəlif ola bilir. Məsələn, adicə suyu götürək. Water həm isim kimi sudur, həm də to water sulamaqdır. Burada da live'dır. Feil kimi live deyirik, yaşamaq deyirik. Sifət kimi isə canlı deməkdir. Və görürsünüz, bu live sifəti ismin qarşısında gəlib təyindir. İkinci cümlədə isə is alive. Baxın,
xəbərin tərkib hissəsidir. Xəbərin tərkib hissəsi olmaq nə deməkdir? İndi buna da baxarıq. Baxın, tutaq ki, mən deyirəm ki, I am a teacher. Mən müəlliməm. Əsas problemimiz bundadır ki, əksər müəllimlər xəbər deyərək to be-nin formalarını götürür və ikinci hissə, ad hissəni unudurlar. Amma heç vaxt to be feili xəbərdə, mürəkkəb ismi xəbərdə tək olmur. Mütləq özündən sonra ya isim, ya sifət, ya say, ya da əvəzlik gəlməlidir. I am a teacher deyəndə müəlliməm. Mən müəlliməm. Yəni to be isimlə birləşdi. Bu oldu ikisi bir yerdə xəbər, mürəkkəb ismi xəbər və bu mürəkkəb ismi xəbərin ad hissəsi isim oldu. Əgər desəm ki, she is nice, o gözəldir, burada da xəbərimiz is nice-dır. Yəni to be üstə gərək adjective və burada da artıq mürəkkəb ismi xəbərin ad hissəsi sifətdir. Əgər desəm ki, he is 9, o 9 yaşındadır, mürəkkəb ismi sifətin ad hissəsi saydır. Əgər desəm ki, my brother is he, yenə də xəbərin ad hissəsinin o ad hissəsi əvəzlikdir. Yəni, xəbər dediyimiz təkcə to be deyil, to be üstə gərək isim, sifət, say, əvəzlik olur. Deməli, burada da alive to be ilə birləşir, canlıdır. Necədir? Canlıdır. Mürəkkəb ismi xəbər əmələ gətirir. Ümumiyyətlə, xəbərin nə olduğunu mən artıq geçmişəm, yenə də deyirəm, baxın, bir var deyirəm ki, məktəbə gedirəm, hərəkətlə ifadə olunur, feillə ifadə olunur, nə edirəm? Bir də var deyirəm, müəlliməm, kiməm, nəyəm? Yəni, əgər feillə, hərəkətlə ifadə olunursa, buna feili xəbər deyirik, yox, əgər hal vəziyyət bildirirsə, onda ismi xəbər deyirik. Deməli, sifət cümlədə ya təyin olur, ismin qarşısında gəlir təyin olur, ya da birləşdirici feillər. Birləşdirici feillər nə deməkdir? Birləşdirici feillər hərəkəti yox, halı vəziyyəti bildirir. To be, to become, to get, to grow, bəzi hallarda to turn, bəzi hallarda to go feilinin özü cümlədə mürəkkəb ismi xəbərin ad hissəsi kimi iştirak edə bilir. Yəni, birləşdirici feil ola bilir. Birləşdirici feil mütləq özündən sonra sifət təyin tələb edir. Heç vaxt zərflə işlənmir. Mütləq deyəndə ki, mən demirəm, isimlə işlənməz, sayla işlənməz, əvəzliklə işlənməz, işlənə bilər. Amma zərf yoxsa sifət deyiriksə, heç vaxt zərflə işlənə bilməz. Ancaq işlənməlidir sifətlə. Deməli, birləşdirici feillər, dedim ki, go. Əgər desəm ki, I go, mən gedirəm. Burada feildir. Amma desəm ki, go ol da yaşlanmaq mənasında. Go yellow, saralmaq mənasında. Turned, tutaq ki, turned nə ola bilər? Pink, qızarmaq mənasındadır. Amma eyni zamanda bu adlarını çəkdiyim, indicə cümlələrdə istifadə elədiyim turned, go'dur, həm əsas feil ola bilir, həm də birləşdirici feil ola bilir. Əgər orada hərəkət varsa, ya əqli hərəkət, düşünmək, fikirləşmək, belə əqli hərəkətləri varsa, baxmaq, dinləmək və yaxud da bir fiziki hərəkət varsa, fiziki cəhətdən bir yerdən başqa yerə yerimizi dəyişiriksə, hansısa bir hərəkət varsa, onda burada əsas feildir. Yox, əgər halı vəziyyəti bildirir. Məsələn, deyirəm ki, grow older, yaşlandı, turned yellow, saraldı. Burada hansı hərəkət var? Onda, deməli, birləşdirici feildir. Birləşdirici feillər həmişə əgər zərf və yaxud da sifət deyiriksə, ancaq sifətlə işlənir. Bəzən bunun yanında bir dənə də zərf olur. Bax, məsələn, burada stil özü zərfdir. Stil burada niyə işlənibdir? Stilin burada funksiyası alive sifətini təyin etməkdir. Axı biz bilirik ki, sifətlər zərflə təyin olunur. Sifət sifəti təyin eləmir. Sifəti də, zərfi də, feili də təyin edən zərfdir. Və buradakı stil də zaman zərfidir və alive sifətini təyin edir. Deməli, sifətlər haqqında bilməli olduğumuz əsas şey nədir? Cümlədə ya xəbər olur, daha doğrusu xəbərin ad hissəsi, ya da təyin olur. Elə bilirəm, kifayət qədər aydın izah elədim və Yəni bir bu də qeydə alınsız. bəli.
Bəli. Və ona görə də sifətlər 2 yerə bölünür. İndi biz həmin sifətlərdə öyrənəcəyik ki, hansı sifətlərdir ki, heç vaxt ismin qarşısında gələ bilmir. Məsələn, elə bu alive-ın özü. Mən deyə bilmərəm ki, an alive fish deyə bilmərəm. Çünki onun funksiyası birləşdirici feildən sonra işlənib xəbər olmaqdır. Ola bilməz. Ya da deyə bilmərəm ki, it is still live. Deyə bilmərəm. Bunlar 2 fərqli sifətlərdir. Baxmayaraq ki, eyni məna verir, amma hərəsinin öz funksiyası var. Live ismin qarşısında gələcək, alive feildən sonra. Biz indi ümumiyyətlə həmin bu predicative olan xəbərin ad səsi funksiyasında iştirak edən sifətlər əksər hallarda ey hərfi ilə başlayır. Alike, alive, afloat hamısı ey hərfi ilə başlayır və çox deyil, əzbərləmək də mümkündür. İndi deməli bu əsas qaydalardan biri idi və indi buna baxırıq, deyir ki, adjectives used only after verbs. Bax bu sadəcə deməli feillərlə işlənən sifətlərdir. Baxın, the baby is asleep. Uşaq yatır. Mən bunu oxumuram, indi qayıdıb oxuyacağım, başa salmaq istəyirəm ki, niyə oxumuram. Geçdik o birisinə, məsələn, the ship still afloat, she was afraid. Baxın, bunların hamısı, çox xahiş edirəm fikir verək, to be feilindən sonra gəlir. Was, to be feilinin keçmiş zaman forması, is, to be feilinin indiki zaman forması, is yenə də to be feilinin indiki zaman forması. Mən demirəm ki, həmişə to be feilinə işlənir. Xeyr, birləşdirici feillərdən sonra gəlir. Birləşdirici feillər də nə deməkdir? Link verb deyirlər bunlara. Onlar ancaq yuxarıda dediyim kimi isim sifət say əvəzliklə birləşib, ikisi bir yerdə cümlənin mürəkkəb ismi xəbəri ola bilir. İkisi bir yerdə. Nə to be tək burada xəbər ola bilir, nə də sifətlər. Və həmin bu sifətlər, fikir verin, A hərfi ilə başlayır, ey hərfi ilə üzr istəyirəm. Baxın, asleep, afraid, afloat. İndi var, əlbəttə ki, başqa hərflərlə başlayanlar da var, amma əsasən ey hərfi ilə başlayır və bu da sizin üçün bir ipucu ki, əgər görsəz ki, sifət ey hərfi ilə başlayır, deməli onlar ancaq feillər sonra feel, grow, appear, turn, become, bax bu feillərdən sonra gəlib xəbər ola bilir. Yox, əgər ey hərfi ilə başlamırsa, onda deməli, ismin qarşısında gəlib onu təyin eləməlidir. Deməli, əgər görsəz ki, bu sifətlər ey hərfi ilə başlayır, onlar adətən cümlədə feildən sonra gəlir və predicative funksiyasında iştirak edir. İndi gəlin o birisinə baxaq. Deyir ki, a sleeping baby, yatan uşaq. Bayaqlarım deyirdik ki, uşaq yatır. Burada bir xəbər var idi. Nə edir? Yatır. Yatmış, bax belə bu yatır yox, yatır özü bir deməli hərəkət bildirir. Elə yox. The baby's asleep. Yatmış vəziyyətdədir, yəni. Yatmışdı. Bu cür Azərbaycan dilində bunu belə başa düşmək lazımdır. Buyurun. Buyurun. Yox, yuxudadır. Yuxuda. Yox müəllimə. Yuxudadır. Yatmış vəziyyətdədir. Bax bu amma is sleeping deyə bilirik. Yatır. Burada hərəkət var. Amma asleep deyəndə yatmış vəziyyətdədir. Yatmışdı. Bax belə bu vəziyyətini deməlisən. Orada hərəkət varsa artıq o xəbər feili xəbərdir. Yatmışdı. Yatmış. Hansı haldadır? Yatmış haldadır. Azərbaycan dilində yoxdur bunun belə dəqiq, amma başa düşürük də. Sonra deyir ki, a sleeping baby. Yatan uşaq. Görürsünüz, burada tamam, a sleeping baby deyə bilmərik. Ancaq sleeping baby deməliyik. Çünki bunlar ikisinin də fərqli yerləri var və bunu da bilməliyik. Sleep, sleeping, yatan ismin qarşısında gəlib ismi təyin eləyir. Eynən başlayanlar isə feildən sonra, birləşdirici feillərdən sonra gəlir. Və yaxud da, bax, dedik ki, afloat. Afloat nə deməkdir? Üzən vəziyyətdədir. Üzür yox, üzmüş vəziyyətdədir. Yəni ki, üzməkdə davam eləyir bu mənada, üzmüş haldadır. Bax, bu mənanı verir. Amma floating leaf deyəndə üzən
yəni bax, üzən feili sifət kimi burada işlənibdir, amma yenə də sifətdir. He was afraid. O qorxmuşdu. Onun halı vəziyyəti nədir? Qorxmuş görünür. Həyəcanlanmışdı, qorxmuşdu. Bax belə qorxur deyəndə artıq başqadır. Amma qorxmuşdu. Bax bunun vəziyyətini bildirir. Halı vəziyyəti, hərəkət yox. A frightened man, qorxmuş insan. Yenə də bunlar ancaq fərqli-fərqli yerlərdə işlənir və hərəsinin öz yeri var. Heç vaxt biz afraid man, afloat leaf deyə bilmərik. Bunu da nəzərə alın. İndi mən sizə bir cədvəl verəcəm ki, həmin cədvələ əsasən də bunu yaxşı-yaxşı əzbərləyərsiniz. Və gəldi. Aha. Görürsünüz, burada yazılıbdır ki, he is very well. Well nədir? Biz bilirik ki, well yaxşı zərfdir. Bəs niyə görə burada? Əgər mən məsələn deyirəm ki, how are you? Deyirəm, I'm very well, thank you. I'm very good deyə ifadə yoxdur. Niyə? Axı, bayaqdan onda dediklərimi təkzib eləmiş oluram. Mən onda bayaq dedim ki, to be feilindən sonra zərf gəlməz sifət gəlir. Məsələ burasındadır ki, to be və to feel feilindən sonra işlənən well, bu adjektiv sifət zərf deyil, sifətdir. Və ona görə də burada mütləq well olmalıdır. Özünü yaxşı hiss eləmək mənasında işlədilir və sifətdir. Əgər belə bir testə rast gəlsəz ki, well harda zərf deyil, to be və to feel feillərindən sonra işlənən well sifətdir. You look ill. İl. Bilirsiniz, bu xəstə sözü bizim müəllimləri və abituriyentləri çox çaşdıran bir sifətdir. Niyə? Biz xəstə deyəndə insanı nəzərdə tuturuq. Amma onlar insanı, həmin o xəstə insanı nəzərdə tutanda ona deyirlər patient. Amma ill yenə də deməli həm bu elə bir sifətdir ki, həm feildən sonra gələ bilir, həm də ismin qarşısında gəlib, məsələn, ill mannered deyə bilirəm. Yanlış hərəkətli, yanlış rəftarlı deyə bilirəm. Həm də buradakı kimi he is ill, you look ill, həm də feildən sonra gələ bilir. Elə çox az halda sifətlər var ki, həm ismin qarşısında gəlib ismi təyin edə bilir, həm də feildən sonra gəlib xəbər ola bilir. Deməli, xəstə deyiriksə, bu ancaq sifət kimi işlənə bilir. Bu ill xəstə mənasında. Amma əgər xəstəni nəzərdə tuturuqsa, bizim Azərbaycan dilindəki isim xəstə, o insanı yəni, orada bunu patient deyirik. O heç vaxt ill və yaxud da sick sifəti ilə ifadə oluna bilməz. Və sick isə adətən isimdən əvvəl gəlir, ismi təyin eləyir, o feildən sonra işlənə bilmir. Nurses take care of sick people. Gəlin indi aşağıdakı misala baxaq, deyir ki, I'll get the car ready. Baxın, get ready. Bu nədir? Bu bir feili birləşmədir. Və burada get ready, ikisi bir yerdə hazır olmaq, hazırlamaq mənasında işlədilir və bu cür hallarda tamamlıq adətən bax bu cür ortada yerləşir. Yəni get ready the car belə də ola bilər. I'll get the car ready belə də ola bilər. Yəni çox vaxt tamamlıq, əgər cümlədə tamamlıq varsa, bu deməli feilə deməli tamamlıq adətən feildən sonra gəlir, amma əgər bu cür cümlələrdə feili birləşmələr varsa, prazorji birləşmələr varsa, onda phrasal verbs deyirlər bunlara. Bax, bu ortada da gələ bilər. Do I make you happy? Let's paint the kitchen yellow. Paint yellow. Bax, budur bizim xəbərimiz. Amma the kitchen, burada da yenə də tamamlığı ortada. Yəni, bu cürdə işlətmək olar. Belə də deyə bilərik. Let's paint yellow the kitchen. Görürsünüz, təbii səslənmir. Ona görə də bunun əvəzinə daha çox deməli feillə alt hissəsinin, sifətin arasında yerləşir tamamlıq. Gəlin mətbəxi sarıya boyayaq. Nə edək? Sarı rəngə boyayaq. Nəyi? Mətbəxi. Bizim tamamlığımızdır. Amma bu cür cümlələrdə adətən deməli tamamlıqdan sonra gəlir. Sifət tamamlıqdan sonra gəlir.
ən əsas qaydalardan biri sifətin cümlədəki söz sırasıdır. Gəlin əvvəlcə baxaq bu tabletsiyaya. Yaxşı olar ki, bunu özünüz üçün ya yazıb, ya çəkib götürəsiniz. Sonra isə mən onun qısaldılmış düsturunu da sizə verəcəm. Baxın, burada əvvəlcədən bizdə bir artikel var. Artikel əvəzinə istənilən bir determinə, yəni təyin edici söz ola bilər. Məsələn, my ola bilər, your ola bilər, some ola bilər, all ola bilər. Yəni, hər hansı bir təyin edici söz ola bilər. Və buna deyirlər determinə. Bunu D hərfi yadınızda saxlayın. Sonra gəlib size. Size nədir? Ümumiyyətlə, gəlin elə lap əvvəldən çox üzr istəyirəm, biraz soyuqlamışam. Fikir verin. Sifətlər ya fikir bildirən sifətlər olur, ya da təsvir edən sifətlər olur. Fikir bildirən sifətlərə opinion deyirlər, yəni sifət bildirən, fikir bildirən sifətlər deyirlər və bunlar dəyişə bilər. Yəni, necə dəyişə bilər? Tutaq ki, mən deyirəm ki, lovely. Mənim üçün bir oyuncaq, bir balaca bir uşaq, bir balaca bir heyvan, hansısa bir balaca heyvan, mənim üçün love da ola bilər, sizin üçün ordinary ola bilər və yaxud da wonderful ola bilər, və yaxud beautiful ola bilər. Yəni, fikir bildirən sifətlər adətən dəyişir. Amma description bildirən, definition təyin edən sifətlər isə bunlar dəyişə bilir. Məsələn, biz onun nə ölçüsünü hərəmiz bir cürə görə bilmərik. Onun ölçüsü nədirsə odur. Ya yaşı. Yaşı, məsələn, hərə üçün bir cür ola bilməz. Nə forması, nə rəngi, nə mənşəyi. Yəni, əvvəlcə əgər bu sifətlərin qarşısında, ismin qarşısında bir neçə sifət varsa və yenə də deyirəm ki, adətən 4 dənə sifət olması məqbuldur. Bundan artıq olanda bu özü qrammatik səhv sayılır. Amma əgər 4 dənə sifət varsa və mən onu necə yerləşdirəcəm? Çünki özünüz bilirsiniz ki, axır vaxtlar belə testlərə tez-tez rast gəlirik. Deyir ki, correct word order. Yəni, düzgün söz sırası ilə düz sifətləri. Onda necə eləyəcəm? Birinci, mütləq şəkildə gəlməlidir determinə. Determinə dedik ki, say ola bilər, əvəzliyi ola bilər, yəlik əvəzliyi ola bilər, article ola bilər. Yəni, istənilən təyin edici söz, hətta sual əvəzlikləri belə interrogative determinə ola bilər. Yəni, hər hansı bir təyin edici söz əvvəlcə gəlir və buna deyirik determinə və bundan sonra isə fikir bildirən sifət gəlməlidir. Yəni, gözəl, şirin, axmaq, qeyri-adi, adi, çirkin, yəni sənin öz fikrin. Və bu dedik ki, dəyişə bilər, insandan insana fərqlidir. Bundan sonra isə artıq başlayırıq əsl təsvir bildirən sifətləri yerləşdirməyə və bu təsvir bildirən sifətləri də bu cür yerləşdiririk. Size, ölçü, opiniondan sonra gəlir. Opinion varsa birinci odur. Yəni, burada birinci D idi əslində. D, ondan sonra gəldi O. Bax, yadınızda saxlayın, düsturun ikinci hərfi O'dur. Sonra nə gəldi? Size. Size nədir? Ölçüsü. Ölçü deyəndə biz nəyi, hansı sifətləri nəzərdə tuturuq? Fat, kök. Big, böyük. Small, balaca. Enormous, nəhəng. Little, balaca. Deməli, birinci nə gəldi? D, determinə. Sonra O, opinion. Sonra isə gəldi size. Yadınızda saxlayın. DOS. Və gəldi age. Yəni, artıq oldu dosa. Və bu age-də də artıq yaşı bildiririk. Old, köhnə, new, yeni, modern, müasir. Bunlar hamısı bunun yaşını bildirən sifətlərdir. Sonra gələcək shape, forma. Forma nətər ola bilər? 4 kvadrat ola bilər. Square, triangle, round, flat. Flat yastı mənasında, mənzil yox. Yəni sifət kimi. Və sonra gəlir rəng. Rəng bildirən sifət. Bu da rənglərdir də white, grey, black, brown və origin. Origin nədir? Origin ya burada nationality yazılır. Nə olur burada? Eyni şeydir. Ya da origin. Yəni həmin o əşya, insan, kimin haqqında danışırıqsa, hansı ismi ifadə edirsə, həmin o ismin aid olduğu ölkə, hansı ölkədən gəlibsə o. Sonra material.
Materialdan sonra burada bir purpose da olur, amma verməyib. Ümumiyyətlə, müxtəlif kitablarda həmin bu düstur müxtəlif cür şəkildə verilir, amma ən çox qəbul olunanı budur. Ümumiyyətlə, mən sizə həmişə demişəm ki, Swan İngilis dilində ən fundamental və bütün qrammatikanı tam əhatə edən, həm də müasir qrammatika qaydaları bizə verən bir kitabdır. Ona görə də bu ən etibarlısıdır və bizdə abituriyentlərdə DOS-SAS Comp. Bax, bu düstur götürülür. DOS-SAS Comp. Xahiş edirəm, qeyd eləyin. D determine, O opinion, S size, H A hərfi, H. Yenə də bir dənə S var. Yəni CH ilə bir yerdə Ş kimi oxunur. Yenə S, DOS-SAS, K kale, O origin, M material və bir də purpose. P. DOS-SAS Comp. Bu düsturu yadınızda saxlasaz, artıq sifətin düzgün cərgə ilə düz deyə verilən heç bir testdə probleminiz olmayacaq. Deməli, material və məqsəd bildirən, purpose məqsəd deməkdir. Material və məqsəd bildirən sifətlər əslən nitq səsi kimi sifət deyil. Ona görə də bunlar nisbi sifətlər adlanır və həmin nisbi sifətlər nitq səsi kimi adətən isim olur. Baxın, wool'un deyir. Wool. Wool nədir? Yun, isimdir. Və biz bilirik ki, bunlar əgər məcazi məna ifadə edirsə, in şəkilçisi qəbul edir. İndi biz burada wool'un görmüşük. Bu məcazi mənadadır. Xeyr, deyil. İki dənə istisna var. Biri wool'undur, biri də wood'undur ki, onlar in şəkilçisi qəbul etsə də, əsl mənada işlənilir, materialı nəzərdə tutur. Amma digər hallarda silk, silken. Nə vaxt işlədirik silki, nə vaxt silkeni? İndi yenə də onu ətraflı izah edəcəm, amma sadəcə bir deyirəm. in şəkilçisi artırılan sifət məcazi məna ifadə edir. Silken skin, ipək kimi dəri. Silken hair, ipək kimi saç. Amma digər hallarda deyirik silk tutaq ki dress, ipəkdən don. Materialı nəzərdə tutanda in qəbul eləmiş. Amma iki dənə istisna var. Biri wood'undur, wood'unda, digəri isə wool'un sweater'dir ki, bunlar in şəkilçisi qəbul etsə də məcazi deyil. Çünki wool'un sweater ola bilir, burada mecbur məcaz yoxdur. Və iki dənəsindəki in şəkilçisi məcazlıq ifadə etmiş. Deməli, material bildirən sifətlər adətən nitq səsi kimi isim olur, amma yerləşdiyi yerə görə, funksiyasına görə nisbi sifət olur. Deməli, DOS-SAS Comp qaydasını da öyrəndik. Xahiş edirəm, bunu mütləq götürün, özünüz üçün ya qeyd eləyin, ya yazın. Bu cədvəl hər kəsin əlində olmalıdır. 2x2 kimi, yəni vurma cədvəli kimi bu hər bir ingilis dili müəlliminin bilməli olduğu bir cədvəldir. İndi bəzən bu sualda mənə tez-tez verirlər. Əgər bu ismi təyin edən determinələrdən biri saydırsa, biz onu necə yerləşdirək? Mütləq birinci yerdə say gəlməlidir. Ola bilər ki, bizdə həm sıra sayı var, həm də miqdar sayı var. Bunu necə yerləşdirəcəyik? Əvvəlcə deməli sıra, sonra isə miqdar sayı işlədilməlidir. Gəlin baxaq. 6 large X. Burada iki dənə determinə var. Yəni iki dənə təyin edici söz var. Biri saydı 6. İkincisi isə ölçü bildirən sifətdir. Bunu necə yerləşdirmişik? Əvvəlcə say, sonra sifət. Deməli, buradan nə qayda çıxırıq? Əgər ismi təyin edən determinələrdən, təyin edici sözlərdən biri saydısa, əvvəlcə biz sayı, ondan sonra isə sifəti yerləşdirməliyik. Dedik ki, əgər ismin qarşısında iki dənə say varsa, bunlardan biri sıra, digəri isə miqdar sayıdırsa, yenə də birinci sıra, sonra miqdar sayı gəlir. The first 3 days, birinci 3 gün. My last 2 jobs, mənim axırıncı 2 işim. Deməli, burada da vacib bir qayda öyrəndik. İsmi təyin edən, təyin edici sözlərin içərisində bir dənə say varsa, biz onu necə yerləşdiririk? Ən qabaqda sayı yerləşdiririk. Və əgər bu sayların içində sıra sayı da varsa, əvvəlcə sıra, sonra miqdar sayı, sonra isə sifətlər yuxarıdakı ardıcıllıqla, yəni düstura əsasən yerləşir. Bu düsturun heç bir istisnası yoxdur.
Ancaq bu sıralama ilə getməlidir. Əlbəttə ki, o demək deyil ki, biz bütün bu 7 dənə sifətin 7-sini də orada yerləşdirməliyik. Yox, 3-ünü verib həmin ardıcıllıqla yerləşdirməlisən. Və 5-ə baxın. Bu 5-də deyir ki, noun modifiers after adjective. Bu nə deməkdir? Deyir, bəzən elə olur ki, sifətdən sonra isim olan təyin edicilər gələ bilir. Bəli, gəlin baxaq. A big, new. Baxın, 2 dənə nitq səsi kimi sifət olan təyin edici söz var. Böyük, yeni və bir də gəlib K. K nitq səsi kimi isimdir, sifət deyil. Amma təyin edicidir. Çünki fabrik sözünü təyin edir. Və görürsünüz necə yerləşib ardıcılıqla? Determine, size, age və purpose. Deməli, burada həmin o verdiyimiz qaydaya əsasən sifətləri bax bu cür yerləşdiririk. Birinci gəldi determine, article. Sonra gəldi ölçü bildirən sifət big, sonra yaşı bildirir new və bu fabrik nədir? Hansı məqsədlə xidmət edir? Maşın fabrikidir. Ola bilər ki, neft məhsulları istehsal edən fabrik olsun. Ola bilsin ki, təmizləyici maddələrin istehsal edən fabrik olsun. Ola bilər, məsələn, yanacaq maddələri, nə bilim, cürbəcür şeylər, məişət avadanlığı. Burada da məhz bunun məqsədi maşındır, maşın istehsal edir. Enormous black iron gates, nəhəng, nədir bunun ölçüsüdür? Black rəngidir və yenə də isim gəlir, iron, hansı materialdan olduğu. Nəhəng, qara, dəmir, nədir bu? Darvazalar. Baxın, bu yuxarıdakı qaydaya baxın. A big new car factory. Və bir də bura baxın. A step, slippery, grossy slope. Bax, bu ismi təyin eləyən sifətlərin arasında biz vergül qoyuruq, yoxsa qoymuruq. Adətən qoyulur. Sifətlər arasında əgər xüsusən də çoxdursa, məsələn 4 dənədirsə, hətta determinəsi də varsa, onda adətən qoyulur. Amma nə zaman qoyulur? Əgər eyni məna verən, oxşar məna verən deməli sifətlərdirsə, onda bunlar arasında adətən vergül qoyuruq. Məsələn, indi bu nədir? They're inexpensive, ill-planned, wasteful project. Bir dənə proyektdən, mənim yoldaşına bir dənə üzr istəyirəm. Biraz soyuqlamışam, çox üzr istəyirəm. Başlayın. Deməli, gəlin bu deməli, misala bir də baxaq. Inexpensive, ill-planned, useful project. Bir dənə proyekt haqqında söhbət gedir və onu təyin edən 3 dənə ayrı-ayrı sifət var. Biri nədir? Expensive, bahalı. İkincisi nədir? Yanlış planlaşdırılmış. Üçüncüsü nədir? İsrafçı. Deməli, bunların hamısı görürsünüzmü? Bir-birinə oxşar mənalar verən sifətlərdir. Hamısı da həmin proyektin bir layihə kimi uğursuz olduğunu göstərən mənfi mənalı sifətlərdir. Onda oxşar informasiya verən, oxşar mənalar verən sifətlərdən sonra biz vergül qoyuruq. Elə bilirəm, aydın olar. Deməli, əgər ismin qarşısında bir neçə sifət varsa, biz o sifətlər arasında vergül qoyuruq, yoxsa qoymuruq. Baxın, birincidə yoxdur. Enormous, nəhəng, black, qara, iron, dəmir. Bir-birindən fərqli olan informasiyalar verir. Biri, məsələn, ölçüsünü bildirdi, biri onun rəngini, digəri isə hazırlandığı materialı. Amma, bax, buradakı misalda bunların demək olar ki, oxşar sifətlərdir. Hamısı həmin o proyektin faydasız olduğunu göstərən, mənfi anlam ifadə edən sifətlərdir. Onda biz bu oxşar informasiya verən sifətlərin arasına adətən vergül qoyuruq.
Və əgər bu sifətlər bir-birinə oxşardırsa, onda biz bu sifətləri necə yerləşdirək? Əgər eyni məna verirsə, məsələn, tutaq ki, ikisi də keyfiyyət bildirirsə və sair. Gəlin baxaq, deyir, a tall, dark, handsome cowboy. Handsome əslində biz bilirik ki, opinion bildirən sifətdir. Bəs niyə bu gedibdir, çıxıbdır cowboyun yanına? Axı biz həmişə demişdik ki, adətən ismə ən yaxın olan sifət onun üçün ən əsas təyin edici sifətdir, ən əsasıdır. Ən nə qədər yaxın olsa ismə, deməli o ismi ən yaxşı təyin edən, onun üçün vacib olan bir təyin edici sözdür. Və handsome da bu gözəl deməkdir. Əslində bizim indi yuxarıda öyrəndiyimiz qaydaya görə birinci handsome gəlməli idi. Ondan sonra handsome, tall, dark, yəni onun rəngini bildirən sifət gəlməli idi. Bu, neçə illər ingilis dilində bu cür qəbul olunmuş bir ifadədir və bu doğrudur, düzgün söz sırasıdır. Bu ifadəni harda rast gəlsəz, bilin ki, burada həmin yuxarıda dediyimiz qaydadan fərqli bir istisnadır və belə işlənəcək. Əvvəlcə bu ifadənin tərkibində qısa olan sifətlər gəlir, tall, dark, ondan sonra nisbətən uzunu və ona görə, nisbətən uzun olduğuna görə handsome və bir də əsrlərlə bu cür qəbul olunub və bu ifadə məşhur bir ifadədir ingilis dilində. Yox, əgər müxtəlif informasiya, müxtəlif fərqli olan sifətlər, müxtəlif mənalar verən sifətlər bir ismi təyin edirsə, adətən bunlar arasında biz vergül qoymuruq. Bax, yuxarıda da dedik, indi gəlin birinə də baxaq. An attractive traditional woolen dress. Deyir ki, cazibədar, ənənəvi, yundan paltar. Fərqli-fərqlidir. Biri onun haqqında opiniondur, attractive, cəlb edici, cazibədar, bu yenə mənim fikrimdir. Traditional, ənənəvi, yenə də bunun keyfiyyətinə aid olan bir sifətdir və woolen da materialıdır. Fərqli-fərqli olduğuna görə bunlar arasında biz vergül qoymuruq. Oxşar mənalar verən, oxşar informasiyalar verən sifətlər arasında vergül olur, amma fərqli məlumatlar verən fərqli sifətlər arasında adətən vergül qoyulmur. Xahiş edirəm, zəhmət olmasa gəlin bu misala baxaq. Deyir, you are like a winter's day, short, dark and dirty. Fikir verirsiniz, burada yenə də deməli bir neçə sifət var və deyir ki, sən deyir qış gününə bənzəyirsən. Qısa, tutqun və çirkli. Deyir ki, əgər feildən sonra gəlirsə, feildən sonra gələn sifətlərinin axırıncısı ilə ondan əvvəlkisi arasında və bağlaçısı işlədilir. Amma ismin qarşısına gələn sifətlərdən əvvəl və xüsusən də əgər o sifətlər müxtəlifdirsə, yəni ölçü, opinion, yəni fərqli-fərqli informasiyalar verirsə, adətən bunların qarşısında and bağlaçısından adətən istifadə edilmir. Yəni, ola bilir, bəzi hallarda ola bilər ki, işlədərsən. Amma ümumiyyətlə işlədilmir. Yəni, işlətməsən bu yanlış deyil. Amma işlətsən də olar. Məsələn, deyir ki, a cruel and vicious tyrant. Əslində, ikisi də eyni məna verən, yaxın məna verən sifətlərdir. Qəddar, sərt, tiran
mənasında. A warm and generous personality. Yenə də əlaçıq və mülayim insan. Burada and də deyə bilərik və yaxud da heç bir durğu işarəsindən istifadə etmədən warm and generous personality də deyə bilərik. Amma ümumiyyətlə, əgər ismin qarşısında işlənirsə, işlətməmək daha çox yayılmışdır. Yəni, işlətmirik. Amma əgər bir dənə bir ismin, bütöv bir ismin, tutaq ki, bir dənə köynəkdən söhbət gedir, bir dənə maşından söhbət gedir, bir dənə məsələn evdən söhbət gedir və o bütöv bir əşya iki müxtəlif sifətlə təyin olunur. Tutaq ki, evin bir hissəsi kərpişdən, digər hissəsi isə mərmərdəndir. Tutaq ki, və yaxud da bir koftadır, bir hissəsi qara, digər hissəsi ağdır. Və yaxud da bir maşındır, bir hissəsi sarı, digər hissəsi məsələn qaradır. Bu cür isimləri əgər təyin edirsə iki fərqli rəng, iki fərqli sifət adətən aralarında və bağlacısı işlədilməlidir. Məsələn, deyir ki, a yellow and black sports car. Sarı və qara idman maşını. Bax, bu iki cür rəngdən ibarətdir. Bir yarısı sarı, digər yarısı isə qaradır, amma bir dənə maşındır. Ona görə də burada and bağlacısı işlədilməlidir. A concrete and glass factory. Keramika və şüşə və keramika fabrikası. Bir dənə fabrikadır, həm burada şüşə də keramika istehsal olunur. Ona görə də burada da yenə də deməli, və bağlacısından istifadə olunur. Və yaxud da hot and cold drinks. Baxın, içkilərdir. Hər ikisi içkidir. Amma burada isti içki də var, soyuq içki də var. Fərqli olduğuna görə yenə də burada və bağlacısından istifadə edilir. It is a social and political problems. Fərqli problemlərdir. Sosial problemlər, political, siyasi problemlər. Ona görə də burada and bağlacısından istifadə edilir. Ümumiyyətlə, sifətlər adətən ismin qarşısında, amma sifət əvəzliklərdən, xüsusən də törəmə əvəzliklərindən sonra işlənir. Bax, buna fikir vermək lazımdır. Amma bəzən elə olur ki, sifətlər isimdən sonra da gələ bilir. Positive adjectives deyilir bunlara. Bunlar da xüsusi bir haldır sifətin yerləşməsinin. Ona görə də burada biraz diqqətli olaq. Secretary General, President-elect. Bax, bu sifətin isimdən sonra yerləşməsi halıdır. Prezident bilirsiniz ki, isimdir də. Hansı prezident? Seçilmiş prezident. Adətən biz bunu necə işlətməliyik? Məsələn, adi halda hamının, məsələn, sadəliklə, rahatlıqla qəbul elədiyi red apple, məsələn, misalında. Birinci nə gəlir? Red, yəni sifət gəlir, sonra apple gəlir. A beautiful girl, a nice woman. Əvvəlcə isim, sonra sifət gəlir. Ümumiyyətlə, biz lap əvvəldə də dedik ki, normal sifətin işlənməsi qaydası, əgər ismi təyin edirsə, məhz ismin əvvəlində gəlməlidir. Amma dedik ki, keçmişdə bu adi bir şey idi. İsimdən sonra da gələ bilirdi sifət. İndi də bəzi hallar var və həmin hallar bunlardır. Secretary General, Court Material, Poet Laureate, President-elect, Attorney General. Və burada da gördüyümüz kimi bu sifətlər isimdən sonra gəlib. Amma yadımızda saxlayırıq ki, adətən əvəzliklərdən, xüsusən də törəmə əvəzliklərindən sonra işlədilməlidir sifətlər. Bunu da yadımızda saxlayaq, testlərdə bizə çox lazım olur. Available və possible kimi sifətləri biz iki cür, yəni iki pozisyonda istifadə edə bilərik. Həm isimdən əvvəl gələ bilər, həm də sonra və bu zaman onların verdiyi mənada fərqlər olur. Məsələn, send all the tickets available. Bütün mümkün olan, yəni bütün əldə edilə bilən biletlərin hamısını göndər. Available tickets yenə də əldə edilməsi mümkün olan biletlər deməkdir. Bu ifadələrdə sifətin əvvəl və yaxud da sonra işlədilməsində bir fərq yoxdur. Yəni, söhbət nədən gedir? Söhbət əldə edilməsi mümkün olan biletlərdən gedir.
Eee, amma, elə də var ki, məna tamamilə dəyişir. Eee, məsələn deyir ki, it is the only solution possible solution. Yenə bax burada da available-la possible kimi mənası dəyişmir. İsimdən əvvəl də gələ bilər, sonra da gələ bilər. A woman upstairs, the people outside. Çöldəki insanlar və yaxud da yuxarıdakı mərtəbədəki qadın. Bunlar deməli isim əgər sifət zərflər isimdən sonra gəlib, ismi təyin edib, sifət funksiyasında çıxış edə bilər. Outside yer zərfidir, upstairs yer zərfidir, amma isimdən sonra gəlib, sifət kimi ismi təyin edə bilir. Bax, bu birləşmələrdə olduğu kimi. Və mən sizə dedim ki, bəzən elə olur ki, mənanı dəyişir. Məsələn, present members nə deməkdir? Hal-hazırki üzvlər. Amma the members present isə present, məsələn, biz sinifə girəndə deyirik ki, who is present, who is absent. Yəni, iştirak edən. Burada da the members present iştirak edən üzvlər mənasındadır. Present members isə hal-hazırki üzvlər. Məsələn, tutaq ki, bir partiyadan söhbət gedir. Həmin partiyanın bir iclası var. Deyirəm ki, present members of the party bu dəqiqə hal-hazırda partiyanın üzvü olan insanlar. Amma ola da bilər ki, həmin o üzv olan insanların hansısa biri iclasda var, hansısa biri yoxdur. Ona görə də members present deyəndə artıq həmin o iclasda iştirak edən üzvləri nəzərdə tutur. Deməli, present sifəti isimdən əvvəl və sonra gələndə mənanı dəyişir. Present members hal-hazırki üzvlər, members present isə iştirak edən üzvlər mənasında işlədilir. Proper. Məsələn, a proper mountain, not a hill. Doğru, düzgün, əsl mənasında işlədilir. After 2 days crossing the foothills, they reached the mountain proper. Deməli, dağ zirvəsi mənasında da işlədilə bilir. Doğru, düzgün mənasında da işlədilə bilir. Deməli, properdir, presentdir, isimdən əvvəl və sonra gəlməsinə görə müxtəlif mənalar daşıya bilir. Müəllim yoldaşlar, mənə elə gəlir ki, bu qədər